Ancaq inadkarlıqda, təslim olmamaqda 2 il öncədən özüm işləmişdim. Yəni mən bir gün belə təslim olmamışam ki, mən haçan bu kafedən çıxacam, haçan bu kafe öz-özünə işləyəcək, haçan bu kafe pul verəcək. Yəni mən burada niyə işləmişəm özüm ilk 2 il durmadan? Çünki kafe shop gəlirə çıxmır. Orxan Əhmədov bugün durduğu yerə necə gəlib çıxdığından danışır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən gənc Almaniyada magistr təhsili alır. İllər öncə Bakıda babasının ona bağışladığı evi sataraq Berlində ilk kafesini açır. Bugünsə onun kafeləri Berlin, Dubay, Odessa, Bakını əhatə edir. Mən bura gələndə fərqli məkanlarda işləmişdim. Fərqli belə deyəlim branşlarda, pizzeriyada işləmişəm, burgerdə işləmişəm, qeyri-yemək sənayesində işləmişəm. Ondan sonra hamısını analiz edib başa düşmüşəm ki, food and beverage mənə daha yaxındır. Belə də ki, kafe shoplarda işlədikdən sonra gördüm ki, yəni bu işi çox sevdim. Həmyerlimizin Berlində artıq 2 kafesi var. Buradakı ikinci kafesi Avropanın ən böyük ticarət mərkəzi hesab edilən Berlin Mallda yerləşsə də özü çox vaxt ilk açdığı məkanda olur. Bugün də əməkdaşları ilə bərabər müştərilərə xidmət göstərir. Həmyerlimiz artıq azərbaycanlı müştərilərlə almanları çox asanlıqla fərqləndirə də bilir. Azərbaycanın müştəriləri daha çox fikirlərində hələ dəqiq bilmirlər hansı kofeni istəyirlər, amma məsəl üçün hər dəfə yeni traylar eləyirlər, amma məsəl üçün alman müştərilərimiz, yəni deyərdim ki 90% artıq həmişə standart bilir nə içəcəyini. Deyərdim ki bizimkilər kofeni söhbət eləmək üçün, nə bilim, evlilik təklif eləmək üçün, hər nə üçün istifadə edirsə kofe shopu, burada deyəlim kafe shop bir ehtiyac kimi, bir tələbat kimi. Orxan deyir ki, pandemiya zamanı da kofesevər sadiq müştəriləri sayəsində Berlindəki kafeləri bağlanma təhlükəsi ilə üzləşməyib. 4 ölkədə fəaliyyət göstərə biliriksə, demək ki, hələ ki alınır. Təbii ki, çox istəyərəm ki, yəni ilk Azərbaycanlı olum ki, yəni bizim brendimiz, yəni bütün dünyanı əhatə edəsin təbii ki. Uğur qazanmağın sirri isə çalışqanlıqdan keçir. Hədəfinə nail olmaq üçün əzmlə, iradə ilə, inamla çalışmaq lazımdır. Həmyerlimiz Orxan Əhmədov kimi. Azərbaycan televiziyasının Qərbi Avropa müxbiri Günay Məmmədova, Gülnar İlqar qızı, Berlin, Almaniya, Telesəhər.